Şəkidə mən axırıncı videonu gördünüz. Çoxlu Şəki halvasına bağlı suallar gəldi. Mənim çox sevdiyim, ən dadlı Şəki brendlərindən, Şəki halvası brendlərindən biri də bu Şəki pavilyon halvasıdır. Pavilyon da Şəkidə qədimi deyək nöqtələrdən biridir. Şəkinin girişidir, o qapısı deyək şeydən gələndə, Xaldandan gələndə Şəkin quruğu var, pavilyonu. O vaxtdan buralarda yəni cəmaət gəlib istirahət eləyib, yeyib içiblər. Düz dəmir yol stansiyasının düz yanındadır. Dəmir yolda gəlirsiniz, qatarla gəlirsiniz. Dəmir yol vağzalına düşəndən sonra Şəki stansiyasında o buradan çıxır. Çıxışın düz qırağında da baxın bu Şəki pavilyon şirniyyat evidir. Çox ləzzətli, keyfiyyətli, gözəl yerdir. Gəlin gedək, girək görək nə təhlidir. Aleyküm. Nəfərsiniz? Maşallah, maşallah. Halvan şey. Halvan bu. Ha. Arkadaşlar bizim doldurmamız. Sen ablanın telefonu gör. This is mine. And this is Aha. yaxşı. O nədir? Bu Şəki pavilyon halva mağazasında isə həmişə gələndə burada hazır qutularda qoyurlar halvaları. Daha tez bazar deyək, satış olsun deyə. Çünki bura müştərilər çoxdur və insanlar yəni burada avtobuslar keçir və dayanıb alırlar. Tez olsun deyə, tez bazar müştəri xidmət olsun deyə təzə keyfiyyətli, yəni heç bir söz olmaz. Mən həmişə buradan alıram və buradan həmişə deyək bu başdakı dostlarıma, xaricdəki dostlarıma buradan aparıram. Çox ləzzətlidir, keyfiyyətlidir, dadlıdır və bütün məhsullar, yəni Şəkinin organik məhsullarından hazırlanır. Ona görə də mütləq məsləhət görürəm. Bax, yeni məhsullar təzə pişdi, çıxdı, gəldi. Buradan belə bu məhsullardan da ala bilərsiniz. Xeyirli olsun, bazar olsun. Sağ olun. Sağ olun. Hə, indi gedək. Sağ olun. Merhaba.